Salam dostlar. Sosial şəbəkədə, TikTokda mənim adıma səhifələr açıb, ölmüş valideynlərimi, ailə üzvlərimi orada hər gün təhqir elədən 60 yaşında ağzı əyri göz əyri çaya avtobiografiyasının tərcümeyi halını bir daha xatırlatmaq istəyirəm buradan. Deməli, bu düşünür ki, bunu mən vicdoğandan görəcəm. Hətta onu vicdoğan eləsə də o malzəmələri ona sən vermisən, o materialları, amma müəllif sənsən, müəllif hüquqları sənə aiddir, dəsti xətti tanıyıram mən. Mən savadlıyam, sən cahilsən. Və bildirmək istəyirəm ki, deyəsən 3 qardaşın türmədə narkotika ilə, qızın fahişə yollarda, oğlun narkoman. 10 il bundan əvvəl 50 yaşın olanda padruqanın ərini hinduşka kababını yemək adı altında bağa apardın, içirtdin. Kişi də iştah çarını itirdi, orada yatdı qaldı. Sabah ayılıb ki, mən burada nə gəzirəm? Deyir, necə yönünə gəzirəm? Sən məni almısan. Deyir, necə yön almışam? Deyir, mən qız uşağı idim. Ay cəmat, bunun 50 yaşı olanda 10 il əvvəl. Deyir, mən qız uşağı idim. Kişi də deyib, bu uşaqlar kimindir? Deyir, ölən qardaşım öləndə bunları mənə vəsiyyət edib. Mən həyatda deyir, uşaqsa doğmamışam. Bəs mən qız uşağı idim, adım sənlə çıxdı. Mən o uşaqların üzrə necə baxacam, sən məni almalısan. Bunun qızı yaxşı vurandı. Özdəki bu zoğal tut arağı deyirlər, başım çıxmır. Tovuzdan gətirdirdi zoğal arağını. Ondan içir, içəndən sonra danışır. Bu ananın xəbəri yoxdur qızın piyansqalığından. Qız özü danışdı ki, o uşaq mənim yumurtamdan doğulub. Sonradan bu kişiyə deyir ki, sənə bir oğul doğacam. Uzun sözün qısası, bu uşağı da bu doğa bilmir. Qızının yumurtasından bu kişiyə bir uşaq düzəldirlər. Bu kişinin də başını belə yozur. Bu kişi də buna villadan, evdən alır, verir. Uzun sözün qısası, bu darıxmışdı bu tərcümeyi halını yeniləməyim üçün. Hələ bu sənə yüngül variantıdır. Bir addımda get. Dostlar, deməli bu 60 yaşında ağzı ər göz çaşı nə eynir? Vay ola o gündən bir qadın prodüseri götürəsən. Tez o qadınla səni bir yerdə adını çıxardır, pis sözlər. Bir kişi oğlan götürürsən yanına, indi də deyir ki, o onun sevgilisidir. Yəni özü üzdən iraqla işləyir deyə. Məcbursan sən də bunu kimi üzdən iraqla işləyəsən. Mən də onlardan qorxuram açığı. Mənim həyat tərzimə uyğun deyil də. Yəni indi hərənin öz kuruğu var. Bunun bu kişini əldə saxlamağının da indi ilk dəfə səbəbini açıb deyəcəm. Bu kişi yeyib içən pullu bir kişi idi. Bunun qızı ilə görüşürdü. Bu uşaq da bunun qızındandı. Bunu hamı bilir. Bütün show biznes bilir. Bu tərcümeyi halını darıxmışdı. İndi təzələdim, amma yeni bir şey əklədim. Sən özün də gözəl bilirsən ki, o villanı kişi sənin üçün almayıb. Sənin qızından doğuzdurduğu o uşaq üçün alıb, sənin qızınladır. Mən gözümün şahidiyəm ki, qızın şırğalanıb, bəzənib, uşağı da götürürdü, o kişi ilə gəzməyə gedirdi. Sənin ərin idi, səni aparıb gedərdilər də. Qızla niyə gedirdi ki? Cəmaat atasıyla gedə bilmir gəzməyə. Bu bunun atası deyil, bu bunun qardaşı deyil, əri deyil. Sevgili kimi gedirdilər gəzməyə. Bəli, bəli. Sən də gözəl bilirdin. Bax, sənin aləm budur. Sən konçinli bir həyat yaşayan, pozğun, əxlaqsız qadınsan. Bir bacım var, onu danan bir fahişəsən. Qardaşların türmədə bir daha qeyd edirəm. Yaşayışın budur. Həyatın bundan ibarət. Ged indi, otur, yaxşı-yaxşı fikirləş. 100 dəfə də aç o səhifədən. Heç belə vecimə də deyil. Hər dəfə də canlı açıb bu videoları çəkib, sənin tərcümeyi halını belə təzələyəcəm. Hodri meydan.